siz canınız bu danışan gədə Petuğa oxşamırmı? Bu danışan gədə Petuğa oxşamırmı? Pituğa. Değerli mətələrim, bu neydi? Zahir birinin istimai, neydi bu? İstimai dəstək. Zahirdir deyəsən bunun adı. Siz Allah, bu Pituğa oxşamırmı? Petuğa. Bugün 20'si 4. ay 2025. yıl. Gazi Ceyhunumuz ve Tünzale Hanım arasında olan xoşagəlməz hadisə. Qabil. Sən nələrə qadirsən ay Qabil. Of. Sən nələrə qadirsən ay Qabil. Gör. Nazirləri belə meymuna döndərmişsən ay Qabil. Nazirlərin belə nümayəndələri çıxıb Qabilin ortaya qoyduğu faktlara əsasən necə meymunvari danışırlar. Gəlin baxaq. Bərdəmsin ağsaqqallarının, dövlət qurumlarının rəhbərlərinin hüsn ilə barışıq əldə olundu. Bəli, bu günlərin barışıq əldə olundu. Dostlar. Ay tiktokerlər, kəsin bunu paylaşın qardaşlar. Bu da məndən sizə bir hədiyyə. Ama baxın ha, Qazini qəhrəman elədilər. İki bacını vətən xain elədilər. Halbuki Bərdə rayonunun prokurorla reisi iki bacını da bölüşdürmüşdülər yatağına soxmağa. Onların əmlakını da bölüşdürmüşdülər. Mən bunu açdım ha. Mən bunu ortaya koydum ha. Barışıq oldu. Sabah sizi dəvə daşşağından, qatır daşşağından qayırmayacağım mən sizi. Baxaq. Tünzale Hanım ve Gazi Ceyhunumuz barışarak aralarında yaranmış xoşagəlməz hadisəni barışarak son verdiler. Gazi Ceyhunumuzun yüksek dozalı dermanlar Ananın ağzına verim sənin. Bacının ağzına verim sənin. Sənlə yatanmayan, başqa kişilərlə yatan arvadının ağzına verim sənin. Nətər oldu. Deyirsən ki, barışıq əldə edildi. Fikir verin ha. Barışıq əldə edildi. Yüngül bir proses var imiş. Baxın, yüngül. Baxın. Bəli, bu günlərin Tünzale Hanım və Gazi Ceyhunumuz barışarak aralarında yaranmış xoşagəlməz hadisəni barışarak son verdiler. Nə xoşagəlməz hadisə. 2 dənə bıçaq soxub. 2 dənə bıçaq soxub. Fikir verin, reanimasiyada yatır Qazi. 2 dənə bıçaq soxub dibinə kimi. Reanimasiyada yatır. Fikir verin ha. Qabil hər sirri açdı mı ortaya? Qabil hər sirri ortaya tökdü mü? Qabil bütün detallarını ortaya tökdü mü? Bərdə rayonunun prokurorunun reisi iki bacını bölüşdürmüşdülər mi yatağa soxmağa? Əmlaklarını da bölüşdürmüşdülər mi? Hər şey Qabili ortaya qoyandan sonra. Yoxsa kızı tutacaqdılar ya da yatağına soxacaqdılar, hər şeyin əlindən alacaqdılar. Gördünüz mü? Qabil bunu ortaya qoyandan sonra ne oldu? Xoşagəlməz prosesler, problemler həllini tapdı ikisinin arasında. Qabil olmasaydı, Qabil bunları ortaya koymasaydı ne həllini tapacaqdı? Buyurun baxın. Gazi Ceyhunumuzun yüksek dozalı dermanlar qəbul etməsi, Tünzale Hanımın isə əsəbi olub özünü cilovlaya bilməməsi hansısa bir xoşagəlməz hadisələrə gətirib çıxarmışdı. Artıq bugün isə Tünzale Hanımla Gazi Ceyhunumuz barışarak aralarında yaranmış problemi həll ettiler. Bu günlərin Gazimizin ve hanımla arasında olan problem artıq həll olundu. O ki qaldı ki, digər ölkədə oturub anasını... İndi mənə söz soxura.
Bax, bunlar hamısı kimdir bilirsinizmi? Daxili İşlər Naziri götünü verə-verə, götdən qoya-qoya nazir olan Vilayət Eyvazovun sürtükləridir. İndi sözü mənə soxur, baxın. Baxın. Xanımla arasında olan problem artıq həll olundu. O ki qaldı ki, digər ölkədə oturub anasının başına sığal çəkməyənlər xarici ölkədə oturub Qazi Ceyhunumuzla Ananın bacının ağzına xoren, vazgen, xaçaturyan versin. Bizimkilər tripl tutar, siflis tutar, bizimkilər lazım deyil. Anamızın başına sığal çəkə bilmirik, eləmi? İlham Əliyev imkan verir ki, anamızın başına sığal çəkək. İlham Əliyev imkan verir ki, balamızın başına sığal çəkək. Ha? İlham Əliyev imkan verir ki, ata evinə kişi kimi 2 çörək, nə bilim 1 kilo ətdən gəlsin, evə girsin. Ha? Buna bağa, dodaqlara bağa, buna bağa. Bunun nəslini donbatmasın qabilə hökumət başına gələndə neynəsin? Tünzalənin arasında olan məsələni qabardaraq böyük bir rezonans doğurmağa çalışırlar. Gör nə deyir? Qabil deyir, rezonans doğurdu. Məndən başqa kim danışır bunlar? Rezonans doğurdu, ha? Dümbələr, mənə reis mavini məlumat veribdi. Oğraş köpək oğlu, itdən əmələ gələn. Mənə Bərdənin reis mavini məlumat veribdi. Prokurorla reis o qızları yatağına soxmaq üçün, üstəlik də o qızların əmlakını almaq üçün o qızlara bu tələni qurdular, o suka, o göt verən anası qəhbə qazi vasitəsindən. İndi o qohumlarının səsini yenə verəcəm. Baxın. Təəssüflər olsun ki, bu cür şəxslər anasının bir daha söyləyirəm, başına sığal çəkə bilməyənlər bu günlərin istədiyinizə nail ola bilmədiniz. Qazi Ceyhunumuzla Tünzalə xanım barışa... Bu nə söhbətdir? Anasının başına sığal çəkənməyənlər. Bu nə söhbətdir? Bu nə düşov söhbətdir anasının başına sığal çəkənməyənlər? Bunu gecə ilə arvadının ağzına verin, hə? Bunu doğan ananın ağzına verin, hə, gecə ilə? Qabil sevənlər. Bunu doğan ananın ağzına verəni milli qəhrəman eləyəcəm. Bunu doğan ananın ağzına verin. Ağzına verin, mık eləyənməsin bunu doğan ananın. Bu kimdir? Bunu doğan ananın. Doğan itin, qancığın. Aralarında olan problem artıq aradan qaldı. Hə, qaldırıldı. Bəli, siz nə qədər çalışsanız da öz istədiyiniz... 2 bıçaq soxdu, qazinin əlinə, qazi bıçağı oynatdı. Prokurorla reis göndərmişdi ki, bıçağı oynat, qoy işi prokuraturaya, polisə düşsün, o qızları biz ələ alaq, cinayət işi qaldıraq. Yəni yatağa soxsunlar və neynəsinlər? Yatağa soxsunlar və neynəsinlər? Dəyərli vətənlərim, əmlaklarını əlindən alsınlar. İndi gör nə deyir, gör nə çıxardır. Ala. Çata bilmədim. Diqqətiniz üçün təşəkkür edirəm. Cındır, qəhbə, əllülüş, ala. Bax, bunu mən demirəm, ala, əmisi oğlu deyir, ala. Əmisi deyir, ala, əmisinin səs yazısını qoyuram ortaya. Ala, lülüş, əllülüş, ala. Əmisidir, bax, əmisi, ala. Ama xeyirdirdim canlı yayındasın. O Tünzalə... Lülüş. Sana dönən kifayət. Lülüş, əmisidir, əmisidir. Əmisi düşür. Bax, Qabili qoy qırağa, oğraş imiş, 5000 kilometr aralıda oğraş imiş, şərəfsiz imiş, namussuz imiş Qabil. Vətən xaini imiş Qabil. Ala bax, Lülüş Vilayət Eyvazov. Ölən bacının ağız pambığına töksün Qabil sevənlər müəyyən bir mayesini. Bax, ala. Məlumatları verdim, sən də dedin ki... Ala. Bəy, axşamı xeyirdirdim canlı yayındasın. Bəy, o Tünzalə... Hər şeyi ortaya çıxartdım, artıq şoka düşdülər. Prokuratura bir-birinə dəydi. Kamran Əliyev bir-birinə dəydi. Vilayət Eyvazov bir-birinə dəydi. Hər şeyi incəliyinə kimi açdım, tökdüm. Bir neçə variantdan. İndi nə oldu?
barışıqdan başqa heç nə qalmadı ortada. Qızlar türməyə düşsəydi, Qabil dayanmadan danışacaqdı. Boy! Qızlar Ağdamın, namuslu qızları da Ağdamın. Ağdamlılar var, Ağdamlılar, Ağdamlıları bunlar elə belə. Ay, bu Ağdamlıları tanımırlar, bunlar, İlham Əliyev, İlham Əliyev. Oğraş oğlu, sən hələ Ağdamlıları tanımırsan, Bərdəlləri. Bax, Qabil dedi, Qabil dedi, Bax, Qabil yalan çıxartmaq istər. İndi qızın əmisi düşən adama baxın. Qədər məlumatları verdim. Sən də dedin ki, Ağdam uşaqlarına, cəmaatına müraciət edədin. O da gözəl oldu. Deməli, bu işin zadı nəymiş? Bu bir neçə dəfə bu şərəfsizlikdə bu Ceyhun Zeynalov bu dükan. Ceyhun Zeynalov qızdır da, o qazidir, qazi. Qız ondan qeyrətlidir. O qəhbənin balası qazidir. O Ceyhun Zeynalov hansı ki reisin sukasıdır, reisin işverənidir. Gəlib qurama işinə. Bax, sizin səsimi də ver ora. Mənim səsimi hansı işim tanımır. Qurama işlə gəlib bu dükana bir neçə dəfə. Bu dükkanın yiyəsi, o Tünzalənin bir bacısı var. O biraz imkanlı xanımdır. Həm də belə oğlan xasiyyəti ilə oğlan geyimində yaşayan bir qızdır. Bunun da bir cipi var. Bu cipi də bu Bərdədə bu rəisin prokurorun gözünə girilmiş. Mən o qızı da gördüm, bugün onunla da görüşdüm. Böyle kişi təbiətli bir qadındır. Deməli, bir neçə dəfə bunlar da isə şikayət edirlər ki, bizim bu dükanımıza örgü edilmişdir. Nədirsə, bu Ceyhun Zeynalov gəlir, dükanda narahatsızlıq verir. Akazova isə bu qurama işiymiş. Reis də buna görməməzlikdən gəlirmiş. Reisin də bir mavini var, Natiq adında. İsa var, leşsi, yığan İsa, dəri İsa. Onun oğludur, Natiq mavinidir. Buna da müraciət edirlər. Natiqdəki bir eşşəkbaş, yekəbaş bir şərəfsiz gədədir. Buna da müraciət edirlər. Bunlar da deyir ki, biz onun haqqında ölçü götürənmərik, bu qazidir. O da deyir ki, bu qaziyə harda belə hökm verilib ki, bu belə hərəkətlər eləsin. Lap onu ver, canlı yayımına ver, məndən narahat olma, ver onu. Bu qızın da elə bir ki, bu Tünzalənin bacısı kişi qeyrətli bir qızdır. Həqiqətən kişi qeyrətli bir qızdır. Oğlan paltarı giyinir, kişi kimi özünə aparır. Ağdamlı, Qarabağlı bir xanımdır. Bunlar deməli neçə dəfə şikayətlər, bunların şikayətinə baxılmayıb. Amma bu örgəlindən sonra, bu iş hadisələr olandan sonra bütün şöbəni töküblər ora. Fikir verin, dəyərli həmvətənlərim. Qız zəng eləyir ki, burada bir qazi var, əlində bıçaq, bizi hədə qorxu gəlir. Reisin mavini belə gəlir, deyir ki, o qazidir, biz ona dillənənmərik. Ölkən hər yerində qazini dombaldıb minirlər, şəhid anasını dombaldıb qayırırlar. Fikir verin, çünki öz adamlardır axı. İndi baxın, mən buradan deyirəm, dəyərli həmvətənlərim, mən buradan 2 gün efir elədim, 2 gün. 20 yerdən məlumat topladım. 2 gün efir elədim ki, ay millət, ay gözəl insanlar, baxın, 2 dənə gözəl maniken kimi qızı zorlamaq istəyirlər, qayırmaq istəyirlər. Düzdür, o qız da Tünzalə və bacısına buradan səslənir, amma Tünzalə və bacısı, sənə deyirəm, sənə, sənin üzərinə düşsələr, yerisələr ki, Qabilin əleyhinə video çəkinən, problem yoxdur. Mən bilirəm, başa düşürəm. Sən mənim əleyhimə video çək, amma namusunu, şərəfini itirməcinən. Buradan Ağdamlılara səslənirəm. Ağdamlılar, Bərdəlilər, sizə səslənirəm. Şərəfsizsiniz əgər mən deyən eləməsəniz. Oğraşsınız əgər mən deyən eləməsəniz. 16-17 milli qəhrəman verən mənim başımın tacı Ağdamlılar. Mənim nəslimin bir kökü oradadır. Ən güclü axundu orada mənim anamın əmisi oğludur, olubdur. Deyirəm sizə, Ağdamlılar və Bərdəlilər, oğraşsınız əgər mən deyən eləməsəniz, şərəfsizsiniz əgər mən deyən eləməsəniz, birinci inqilabın birinci günü meydan hərəkatı olan zaman Bərdənin polis reisinin və Bərdənin polis reisinin və Bərdənin prokuroru, indiki prokurorla gedir söhbət, prokurorunu caz eləməsəniz,
Bildiniz də, itdən olan küçük olar. Alma ağacının dibinə armud düşməz. Düşsə də calaqdan düşər. Caz eləyib küllü küp eləməsəniz, oğraşsınız, şərəfsizsiniz. Bax dedim sizə, bəylərin adamıdır. Türk bayraqlarını yakan adamlar da savaş dönəmində. Bərdənin polis reisi, bilirik biz. Hamısını əzbər tanıyırıq biz. Dedim, Bərdə və Ağdam kişiləri, qeyrətli oğulları, Bərdənin prokuroru və polis reisini birinci gecəsi, inqilabın birinci gecəsi caz elətdirməlisiniz. Cız. Başa düşdünüzmü? Bildinizmi? Söz söz, kişi sözü. Söz söz, kişi sözü. Və salam. Və salam. Mən sözü deyəndə kişi kimi deyirəm. Qutardı getdi. Bərdənin hələ oğulların, kişilərini tanıyıb və Bərdənin polis reisi, prokuroru, sənə deyirəm, sənə, İlhama güvənirsiniz. Ağdam və Bərdə oğullarının ən zeybi, ən sınıxı o salxağı sənin nəslini dombaldıb rakum qoyar, qayırar. Göt uşağı göt, ağıllı olun hə, ağıllı olun hə. Cındır, sənin nəslin qəhbəlik eləyəndə SSR dönəmində Ağdamlıların qabağından keçi apara bilmirdilər. O da qalmışdı adam aparsınlar. Cındır, sən Ağdamlıları yaxşı tanı, oğraş, peysər polis reisi. İndi fikir verin. Qabil hər şeyi çıxartdı ortaya. Baxın, Qabil ortaya hər şeyi çıxartmasaydı nə olacaqdı? İki bacını gəl get polis şöbəsinə. Yatağa gir. Sərvətinizi ver. Cip satılacaqdı. Gözəllik o salonu, market satılacaqdı. Hər şey satılacaqdı. Reislə prokurorun yatağına hərəsi bir bacı girəcəkdi. Girəndən sonra nə olacaqdı? O bacılardan qandon kimi istifadə eləyəcəkdilər. O məmurların, o milyonçuların yatağına salacaqdılar. Amma Qabil bunu bildi. Qabil bunu açıqladı. Qabil bunu ən incə detallarla ortaya, sübutlarla qoydu. Hələ üstəlik maddi sübutlar ortaya qoydu. İndi nə oldu? Bir lülüşü çıxardıblar. O uzaqdan olan oğlan mənə gör nə deyir bu şərəfsiz. Deyir o uzaqdan olan Qabil deyir, sevinməsin deyir. Barışıq oldu, nə bilim. Lümbələk. Dümbələk, ananı qucağımdan yerə qoymayım, sevim arvadını. Oğraç, nətər oldu, deyirsən. Bir şilləyə görə, bir sözə görə, bir cümlə yazıya görə 8 il türmədə yatan var. Necə oldu elə? 2 bıçağa görə türmədə yatan olmadı, eləmi? Çünki sirraşdım, eləmi? Çünki oğraş idiniz, eləmi? Çünki göt idiniz, eləmi? Çünki işin dalını bırakmayacaqdım, eləmi? Çünki gələcək Azərbaycan prezidenti bu oğlan olacaq, eləmi? O Kamran Əliyev, o vilayət Eyvazovun götünü dağıdıb sizin cinayətə, Bərdənin polis reisi və prokurorunun cinayətinə şərik eləyib rakum qoyacaqdım, eləmi? Ağıllı oldunuz, eləmi? Çünki bu ziyanın yarısından qayıtmaq da xeyirdir, eləmi? Ay bilet, siz nə günə qoyacam mən? Artıq belə baxıram ki, nazirlər, idarə komitə rəhbərləri, bəzi icra başçıları belə məni başa düşür. Hətta İlham Əliyev məni başa düşür. Amma bəzi çömçə quyruqlar məni başa düşmür. Sizi gidi sizi. Rakum qoyacam sizə. Nəslinizi düzəcəm stoya. Nə danışırsınız siz? Göydə Allah, yerdə məzlum xalqım və mənə dəstək verən qlobal güclər, dünyanın böyük gücləri. Axı mən burada sual verdim. Ay, məni sevənlər, məni izləyənlər, mənə dəstək verənlər. Sizin qardaşınız, sizin atanız,
Sizin əminiz oğlu, dayınız oğlu, xalqı belə zorlasa, belə döysə, belə şappıldatsa, onu edam eləsəm, narazı olacaqsınızmı? Hamınız nə dediniz? Hamınız nə dediniz? Yox, yox, yox. Mən sizlə nəfəs alıram. Mən sizin dediklərinizi edirəm. Mən sizin qulluqçunuzam. Ona görə qalan mənim üçün çibin o vızıltısıdır, vız gələr. Vəssalam. İndi baxın, görürsünüzmü biz nəyə qadirik? Görürsünüzmü? Bərdədə skandal bir hadisə oldu. Məndən başqa heç kim onun təfərrüatlarını açıqlamadı və ortaya çıxartdılar ki, orada